Budur. Buyurun. Bu nədir? Qəbzdir. Sizin qoyunları təhvil verdim. Elə bilərsiniz ki, özümə götürmüşəm. Əvvəla sözü var, söz ver, niyə mənim? Ha? Bizim niyə demirsən? Bir də nə olub sənə? Sifətin niyə belə değişib? Bir otur yorum oğlum, nə olub sənə? Mənim sifətim birdir, ancaq sizinki mincir. Ay, utanmırsan. Adam heç qaynatası ilə belə danışar. Nə olub bax oğlum, bir başa sal da. Nəyi başa salım? Özünüz hər şeyi yaxşı bilirsiniz. Nəyi bilirik? Onu bilirsiniz ki, Zümrüdü məndən gizlədib xəlvəti toya hazırlaşırsınız. Onu deyirsən? Ay. Ada, sənin toyuva hazırlaşıram da. Bəlkə başqasını sevirsən? Hə? Bəlkə fikrin değişir. Yo, bir biley də fikrin değişib də ya. Fikrim niyə dəyişir, qurban dayı? Belə işlə zarafat ola. Zümrüd neçə gündür yoxa çıxıb. Dedim, bəlkə... Yoxa çıxmaq nə duayım hala? Bəs sən bilmirsən bizim eldə adət var, ənənə var. Bəy geri gəlini toya gedər görməsin. Bağışlayın, qurban dayı. Ha, bağışlayın, əlləş, vuruş, toya hazırlaş kinan. Axırda bu da sənin çox sağ olun. Sən bir dərdə bax kinan. Yekə oğlansan. Bu nədir ha? Bu nədir giymirsən aynıva? Özüvə bir əməlli kostyum tikirə bilmirsən? Pulun yoxdur, mən öz kassa zayın pomşumdan sənə köməkli eləyə bilərəm hələlik. Sonra verərsən də. Zəhmət çəkməyin, elə dünən mükafat almışam. Zabir zavarinist. Almışam da. Məndən deməkdir, özün bil. Ha, bugün bizim Jekin lageri üçün bir neçə dana qoyun gəlib. Bir 3-4 daha da tapşırmışam sənin toyun üçün. Geri gedib getirəsən. Yenə aeroporta? Yox, aeroport niyə? Meşdağı yolunda dayanarsan, paşa səni orada gözləyəcək. Gətirərsən də, pulunu vermişəm, qorxma. Zəhmət çəkməyin, özüm verərəm. Ha, nə olar, özün bilər.